Bu cümləyə teoreminə aid misalların həllinə baxaq. Birinci sualdan başlayırıq. Köçürdüm misalımızı. Bərabərdir 0. D tənliyin köşlərindən biri 2-dir. Tənliyin köşləri yəni x deməkdir. X-in yerinə 2 verirsiniz. Demək 2-nin kvadratı 4, 5-ə vuranda 20 çıx 2m minus 8 bərabərdir 0. M-i tapırsınız 6. Sonra 5x kvadrat minus 6x minus 8 bərabərdir 0 aldıq. İndi D kvadrat tənliyin digər kökünü tapın. Deməli, diskriminant eləməlisən. A, B, C. B kvadrat minus 4AC-dir. Yəni 36 minus 4 vur B, 5 vur mənfi 8. 36 üstəgəl 160. Elədi 196. Yəni x1 bərabərdir. 6 üstəgəl 196-dan 14 çıxır. Böl 2 adı düzdür. Ona görə 10 yazırıq. 20 böl 10, 2 aldıq. Onsuz da 2'yi bizə bayaq vermişdi. Bizə digər kök lazımdır. 6 minus 14 böl 10. 10'da mənfi 8. O da elədi. Mənfi 0, 10'da 8. Doğru cavab A bəndi oldu. Üçüncü suala baxaq. X kvadrat minus 7x minus 1 bərabərdir 0. Birinci V teoremi tətbiq eləyək. X1 üstəgəl x2 mənfi B olduğu üçün. Yəni mənfi 7-dirsə müsbət 7 götürürsünüz. X1 vur x2 isə sərbəsət, yəni nədir? Mənfi 1. Tamam, bizə verilibdir tənlik, daha doğrusu ifadə x1, burada da x1 plus x2, x1'in kvadratı bərabərdir. Rasional kəsirlərdən keçibsən ki, altına 1 qoyursan, ortaq məxrəc x1 plus x2'dir. Tək ədədi vuruq məxrəcə x1, x1'ə vurduq, x1 kvadrat, üstəgəl, bu dəfə də x1, x2'ə vuruq, olur x1, x2, minus, görürsünüz burada minus, bunu yazırıq. X1'in kvadratı. Bərabərdir. X1 kvadratlar islah olur. Yuxarıda x1 vur x2 qalır. Aşağıda x1 plus x2. Biz də bu misal üçün V teoremi burada yazmışdıq. Cəmi 7, hasili mənfi 1 yerinə qoyursunuz. Dördüncü suala baxaq. X kvadrat minus 4x plus 2 bərabərdir 0. Deyil, tənliyin köşlərin fərqi 2-dir. x1 minus x2 2-dir. Sən də bilirsən ki, x1 ilə də x2-nin cəmi 4-dür. Sistem tənlikdir. Alt-alta topla. 2 ilə x1 bərabərdir 6-ya. x1'i tapdıq 3, düzdür. X-i tapdın da 3. Gərək yoxdur x2'ni tapasan. Apar x-in yerinə 3 qoy. 3'ün kvadratı minus 4 vur 3. Üstəgəl 2 bərabərdir 0. 9 minus 12 plus 2 bərabərdir 0. 2'nin qiyməti neçə oldu? 3. İstəsən buradan x2'ni də tapardın. x1 3'dürsə x2 1'də axı. Sonra da 2 nəyə bərabərdir? x1 vurursun x2. Yəni 3'ü vurursan 1'ə tapırsan. Amma qısa yolu budur. X-i tap, apar qoy tənlikdə 2'yi hesabla. 5'də bundan da 6-cı suala baxaq. Demək x kvadrat minus 13x minus 2 bərabərdir 0. Deyil, tənliyin köşlərindən biri digərindən 5 vahid böyükdür. Birinciyə x verək. O biri kökünə x plus 5 verək. V teoreminə əsasən x1 üstəgəl x2 13 vermir. Ortadakının əksi, yəni mənfi B-nin əksi. x1 x-dir, x2 də x plus 5'dir. Bərabərlədim 13'ə. Buradan 2x bərabərdir 8, x-i tapdın 4. Tapdın x-i, cət x-i yenə 4'ü qoyda. 16 çıx 52 minus 2 bərabərdir 0. Buradan 2'yi tap. Yaxşı, keçdik 8-ci suala. X kvadrat minus 7x plus 12 bərabərdir 0. x1 vurulsun x2 nəyə bərabərdir? C-yə, 12-yə. x1 üstəgəl x2 nəyə bərabərdir? Mənfi B-yə. Yəni mənfi 7-dirsə müsbət 7 yazmalısan, əksi. x1 vur x2, x1 plus x2'ni soruşur bizdən. Var da, bunun qiyməti 12-dir, budur da. Cəm də neçədir? 7. 12'ni vur 7-yə, al 84. Keçdik 10-cu sualımıza. X kvadrat minus 6x plus 2 bərabərdir 0. Birinci viyetimizi yazaq. x1 plus x2 nəyə bərabərdir? 6-ya. x1 vur x2 nəyə bərabərdir? 2-yə. Sonra bizə verib ki, x1 bərabərdir 3 böl x2. Tək ədədin altına 1 qoydun, çarpaz vurursan. x1 vur x2, 3 elədi. Bax gör, x1 vur x2 2 deyildi. Demək 2'nin 3'üymüş də elə. 12'yə bax. x1 verilibdir 4 minus kök 2. x2 verilib 1 plus kök 2.
Uşaqlar, tənliyi verilib, tənliyi həll edirdin, VIE teoremi ilə tapırdınsa, tənliyin kökü veribsə, demək VIE-ə görə də geri qaydasan. VIE teoremin tərsi deyirlər buna. Demək, birinci x1 ilə x2-nin cəmini tapasan. 4 minus kök 2 üstəgəl 1 plus kök 2. Köklər islah getdi, neçə aldın? 5. x1-i vurasan x2-yə, yəni 4 minus kök 2-ni vurursan 1 plus kök 2-yə. Mötərizəni vurmaq üçün birinci 4-ü 1-ə vursan, 4. 4-ü kök 2-yə vursan, 4 kök 2. Kök 2-ni 1-ə vursan, mənfi kök 2. Mənfi kök 2-ni kök 2-yə vuranda mənfi 2 bərabərdir. 4-dən 2-sini çıxırsan, 2 üstəgəl 3 kökətdə 2. İndi getdik danışmağa. x1 üstəgəl x2 mənfi b idi. x1 vur x2 nə idi? C. Tənliyi yazsan, çevrilmiş kvadrat tənliyi yazırsan düsturun. Bu bizim düstur. X kvadrat et. B demir, B nə idi? Görsən, tənliyi toplayanda onun əksini götürsən B olur. Toplamışam da burada. Neçədə? 5 deyil, əksini götürsən, mənfi 5x. Sonra C gəldi. C nədir? x1-i x2-yə vurmaq. Vurubsan da, budur tapıbsan da. Üstəgəl 2 plus 3 kökətdə 2 bərabərdir 0. Bir də deyirəm, C-yi həmişə vurduğu, olduğu kimi götürəsən. Mənfi alıbsan, mənfi də müsbət alıbsan, müsbət. Amma toplayanda aldığın cavabın əksini götürürsən. Aha, gəl indi bir dənə də 15 izah eləyək tez. Demək, x1 verilib 3 minus kök 3. x2 verilib 2 plus kök 3. Düsturu yazıram. X kvadrat plus bx plus c bərabərdir 0. Çevrilmiş kvadrat tənlikdir. Niyə çevrilmiş kvadrat tənlik deyirlər? X kvadrat görsən qarşısı 1-dir. A əmsalı 1 olarsa buna çevrilmiş kvadrat tənlik deyilir. Tamam, bunu sildim. Bu əlavə məlumat getdi. Dedik, B-yi tapmaq üçün neyniyəsən? Aha, düzəltdik. B-yi tapmaq üçün nə etməlisən dedim. Topla, bir də əksini götür. Yəni 3 minus kök 3-ün üstünə 2 plus kök 3 gəlirsən. Kök 3-lər getdi. 5 aldın, amma əksini yazırsan. Mənfi 5x, x kvadrat var. C-nə tə tapırdın, vurmalısan da. 3 minus kök 3-ü vuraq 2 plus kök 3-ə. Gəl vuraq indi. 3-ü 2-yə vurdum, 6. 3-ü kök 3-ə vurdum, 3 kök 3. Kök 3-ü 2-yə vurdum, 2 kök 3. Kök 3-ü kök 3-ə vurdum, 3. Altdan 3'ünü çıxdım. 3 üstəgəl kök 3. C-də tapdım. C nə aldınsa onu götürsün. Vəssalam.